Salam değerli izleyicilerimiz, biz hal-hazırda vətən torpaqları uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan igid oğullardan biri Leytenant Məmmədov Fərid Vəlhad oğlunun məzarı önündəyik. Bugün hər kəs özünə borc bildi. İgid qəhrəman Fəridimizin cənnətdəki mövlud günü münasibəti ilə məzarını ziyarət edib, ailəsinə öz ehtiramını bildirsin. Burada gördüyünüz analarımız hər biri igid qəhrəman oğulların əmanətləridir və aramızda şəhidsever Kifayət xanım var, Hacı xanım. Onun da Fəridin anası Kifayət anamıza öz ürək sözləri var. Buyurun Kifayət xanım. Qəhrəman oğullarından biri olan Fəridimizin mövlüdü mübarək olsun. Şəhidin cənnəti mübarək olsun. Ən çox şəhidlər xiyabanının rəqamında danışmaq çox çətindir. Mən də ən çox qəhrəman oğul böyüdüb yetişdirdiyiniz üçün Yeni İctimai Birliyinin icraçı direktör olaraq öz adımdan sizə təşəkkürnamə və Qarabağın simvolu olan Xari Bülbül Kəlağayını vermək istəyirəm. Buyurun, mən sizə minnətdaram, təşəkkür edirəm ki, vətənin xilas edən bu cür qəhrəman oğullar böyüdürsün. Allah sizdən razı olsun. Mən burada çıxış etmək mənim üçün çox, həqiqətən çox ağırdır. Allah məqamını uca eləsin. Bütün şəhidlərimiz, bizi o kiçik həsrətimizə qovuşduran igid qəhrəman oğulların qarşısında, bu müqəddəs ruh qarşısında baş əyirəm. Allah sizlərə səbir versin. İllər ötəcək, tarixlər keçəcək. Bu qəhrəman igid oğullardan hər bir zaman Azərbaycan xalqı qürurla danışacaq. Necə ki, biz dodağımız əsasən qürurla, sevərək, sevgi ilə danışaraq ki, bu gün oğullar, bəs Azərbaycan oğullar, bəs Azərbaycan xanımının dünyaya gətirdiyi qəhrəman oğullar. Allah razı olsun sizdən, Allah köməyiniz olsun. Üzr istəyirəm də danışa bilmədim. Elə aramızda Fəridin zabit yoldaşı, Kapitan Əkbərin anası var. Mayqana buyurun. Biz bugün gəlmişik Həyat balamızın ad günüdür. Yəni indən üçün bilmədim ki, Əkbərin iş yoldaşı olduğuna, Qarabağ Akademiya oxuyublar. Allah yeriniz zəhmət eləsin. Bugünkü günü biz 5 ili tamam olacaq bizim balalarımızın. Deyir, get gedə balam, get gedə. Bu dərd öldürür bizi, get gedə. Bu oğullar yaddan çıxmaz. Anaların ürəyindədir həmişə. Raziyə xanım, bizim oğullar getdi, 30 illik torpağı aldılar, vətən uğrunda getdilər. Onda Əkbərin 30 yaşı var idi. Həmişə deyirəm ki, 30 yaşın illik torpağı 30 yaşında Əkbərlər aldı. Bu məzarlıqda uyuyan balalar hamısı bizim balamızdır. Allah bizi qoruyanları, dövlətimizi, səngərlərdə qoruyanı, bizi qoruyanları Allah qorusun. Qazi balalarımıza Allah şəfa versin. Biz analara da Allah səbr dözüm versin. Sağ olun ki, Raziyə xanım. Siz də gözəl şairəsiz, bizim oğullar üçün kitab çap edirsiniz. Kifayət Hacı xanım, şəhidimizin anası, Fəridimizin anası da sizlə adaşdır. Sizi indənə kimi gözəl bacı yaxından tanımamışdıq, görməmişdik. Bugünkü gün özümüzə borc bildik ki, bugünkü günü biz Gürcistan şəhid anaları gələk sizlə ziyarət edirik, balamızı ziyarət edirik. Burada uyuyanlar hamısı bizim balamızdır. Bütün şəhidlər hamısı bizim balamızdır. Görün, neçə min şəhidin anasıyıq biz. Mən tək balamı demirəm. Mənim balamın dostu, qardaşı, əskəri, zabit yoldaşı hamısı mənim balamdır. Fərq eləməz. Vətən uğrunda gedən oğullar, ana vətən deyib gedən oğullar. Torpaq alıb, torpağa gedən oğullar. Allah hamımızın yerinizi cənnət eləsin, balalar. Sağ olunlar. Siz sağ olun değerli analarımız. Burada bizimlə birlikdə elə Fəridlərin əskəri olan əskər anamız da var. Şəhid Qələndərin anası Sevdə bacı. Allah sizə də səbir versin. Sevdə bacı buyurun. Sağ olun. Mənim oğlum əskər idi, anan əskər idi. O da vətəndir. Evdən xidmətə yola saldıq əskərə. Ancaq atasına əlinlə bulaşdadı. Elə bir ki, bilirdi bu qayba başladığını. Atası da 1-ci Qarabağ döyüşçüsü olubdu, veteranı olubdu. Atası da dedi, ata, almadığın torpaqları gör, mən nə də dedi, alacam. Aliyev alacaqdı, əlinlə dəstəklədi. Biz də təqibini bir sərəqata salırıq. Görüşdük, dedik, bu uşaq nə deyək, biz bunu hükümətə yola salırıq. Bunlar hazırlıqlıymış. Bilirmiş ki, əskəriyə gedir, ancaq
vətən dardadır, vətən qurtaracaq. Şəhidlərə ayan olub da. Bəli, ayan olmuşdu. O da evin yeganə balam idi. 18 yaşındadır. İdmançı idi. Boks üzrə idmançı nə qədər medalları var. Qələmləri balamızın, şəhidimizin təşəkkürnamələri, diplomları var. Allah məqamını daim etsin. Qələmlərimizin, bütün və şəhidlərimizin. Amin, amin. Burada bizim bir zabit anamız da var. Mixailin əmanəti Nüsrət ana, buyurun. Çox sağ olun ana. Bizi bu balalarımız bacı elədi. Bunların yaptığı torpağa qurban. Biz bir-birimizi tanımırdıq. Amma çox mehriban bacılar Hər olmuşdu. bir bizi birləşdirdi. Bəli, bəli. Onların üzünə gözəl Ruhu bolalar. şad olsun Fərif balamızın. Onun simasında bütün şəhidlərimizin ruhu. Yerləri rahat olsun. Cənnət məkanda, bu cənnətdə uyusunlar. Bəli, bu alınmayan torpağı alan balalarımıza, qeyrətli balalarımıza, bunların anaları qurban olsun. Başımızı uca etdilər. Hətta mənim oğlum hərbiçi ailəsində anadan olmuşdu. Biz onda Almaniyada yaşamışıq. Orada anadan olmuşdu mənim oğlum da, Mixailim. O çox vətənpərvər, elə balaca vaxtında hərbi çasta qaçırdı. Burada yatanların hamısı. Çox ürəkli, belə nə tərdimi, qüruru oğlan idi. Hətta o hərbidən təxlis olunmuşdu. Çalışdığı axırıncı vəzifə Xalq Bankda filial müdürü, direktor işləyirdi Mingəçevir şəhərində. Hətta oradan qoşuldu torpaqlarımızın alınmasına. O özünə borc bildi. Allaha and olsun, heç arxasına baxmadan belə ki, mənim ailəm, uşağım, atam, anam, elə mən də yola salmağa getmişdim. And olsun Allahıma, heç baxmadan, qürurla getdi. Dedi, mən getməliyəm. Ruhları şad olsun. Allah məkanlarına cənnət etsin, məqamları uca olsun. Onu qeyd edeyim ki, Məmmədov Fərid və Əlhadoğlu Füzuli rayonu uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. Ruhu qarşısında ehtiramla baş əyirik. Bu vətən sizi, siz vətəni unutmadınız qəhrəman oğullar. Vətən sağ olsun.